Hər kəsə salam, mən Aysun Məmmədova. Bu gün sizlərlə interaktiv dashboard Excel üzərində necə hazırlanır, buna baxacağıq. Və siz bizim nümunəmizdə görə bilərsiniz ki, həqiqətən də mən burada hər hansısa bir filtr tətbiq etdikdə, mənim tətbiq etdiyim filtra görə bu datalar hər biri dəyişir. Biz bunu necə qura bilərik? Buna addım-addım baxacağıq. Deməli, bizim satış cədvəlimiz var və satış cədvəlimizdəki məlumatlarla tanış olsaq, görərik ki, burada şəhərlər, məhsul, say, qiymət, gəlir, xərc, qazanc və tarix sütunlarımız qeyd olunmuşdur. Və biz ilk növbədə nə etməliyik? Bu cədvəlimizi biz Ctrl+T, yəni Ctrl plus T. Bu düymələrdən istifadə edərək biz bir cədvəl yaradacağıq. Bu bir datadır. Və biz Ctrl+T olaraq cədvəl yaradırıq. Və bu zaman fikir veririk ki, bu işarədə tik olsun. Niyə? Çünki bizim cədvəlimizdə sütun adları mövcuddur və ona görə də My table has headers, yəni başlıqlar mövcud olduğuna görə bu formada OK edirik. Gördüyünüz kimi artıq bizim table'ımız yarandı. Və biz bu table'ı yaratdıqdan sonra edəcəyimiz şey nədir? Biz pivot table yaratmalıyıq. Pivot table-ı gəlin bu formada yaradaq. Insert tabına girdikdə pivot table işarəsinə klik edirsiniz və buradan OK vurursunuz. Gördüyünüz kimi biz pivot table artıq yaratmış olduq. Amma siz mənim qurduğumda öncəki eynisini yaratdığımız üçün fikir versəz görərsiniz ki, bizim daha doğrusu dashboardumuzda belə deyək, 3 dənə qrafik var. Və 3 dənə qrafik olduğuna görə elə biz də bu nümunədə də 3 dənə pivot table yaradacağıq. Ona görə də eyni addımı yenidən təkrarlayıram. Artıq bizdə 2 dənə sheet hazır olundu. Və biz istəsək əgər move or copy deyib, burada copy, create copy deyib, yəni eyni addımı təkrarlamaq üçün bu cədvəli, belə deyək, səhifəni kopyalaya bilərik. OK vurduqda gördüyünüz kimi eynisindən 3 dənə yarandı. Yəni hər iki formada olur. Ya insert pivot table eləyə bilərsiniz, ya da bu yaratdığınızın üzərindən 2 dəfə kopyalayıb əlavə edə bilərsiniz. İndi bizə belə deyək, bu görsəli yaratmaq üçün bizə nə lazımdır? Birinci ona baxaq. Deməli, mənim datamda şəhərlər mövcuddur və məhsul. Və bizə əsas lazım olan qazancdır. Tutaq ki, biz görmək istəyirik ki, qazancımız nə qədər olub şəhərlər üzrə və məhsullar üzrə. Bu halda biz value hissəsinə qazancı qoyuruq. Şəhərlər row-da, yəni sətirlərdə, məhsul isə sütunlarda qeyd olunur. Və burada mən tutaq ki, istəyirəm ki, burada yuxarıdan belə deyək, böyükdən kiçiyə doğru sıralansın. Bu zaman mən sağ düyməni klik edəcəm və burada largest to smallest edəcəm. Gördüyünüz kimi mənim artıq satışlarım böyükdən kiçiyə doğru sıralandı. Və mən bu bayaqki gördüyünüz chartı yaratmaq üçün bu halda pivot table analyze bu hissəyə keçid alacağam və pivot chart. Bu formada bizdə nümunələr açılır və hər biri ilə də bu formada siz tanış ola bilərsiniz. Və bizim bayaqki nümunədə mənim istifadə elədiyim bu idi. Bu belə deyək, chart idi və mən bunu seçib OK düyməsini vururam. Və burada əlavə heç bir şey etməyinizə ehtiyac yoxdur. Mən bunu gördüyünüz kimi kopyalayacağam və yeni yaradacağım dashboard adlı, baxın, yaratdım. Bu formada mən gətirib bura əlavə edəcəm. Və indi eləyəcəyimiz şey nədir? Gördüyünüz kimi biraz burada buttonlar var əlavə, biraz səliqəsiz formadadır. Biz bunu necə düzəldə bilərik? Gəlin baxaq. Mən burada hide all field buttons on chart. Bu düyməni klik etdikdə görürsünüz ki, artıq bizdə kifayət qədər oxunaqlı hala çevrildi bizim chartımız. Və bu formada biraz da sıxa bilərəm, yəni heç bir fərqi yoxdur. Necə formada istəsəz bunu dizayn edə bilərsiniz. Və bu hissədə
kist işarəsi var. İstənilən stili, rəngi bu formada seçə bilərsiniz. Hələlik bunun üstündə qalmayaq, keçid eləyək ikinciyə. Bu arada bu sheet-in adını, yəni sizə sonradan baxılanda aydın olsun deyə, məsələn, qazanc bu formada şəhərlər və məhsullar üzrə bu formada edə bilərsiniz. Sonrasında mən keçid alıram bu hissəyə. Deməli, mənə lazım olan indi nədir? İndi mən istəyirəm ki, aylar üzrə bu formada, burada necə seçmişdiksə, aylar üzrə qazancım və satış sayım olsun. İlk növbədə gəlin satış sayını eləyək. Nə etməliyik bu halda? Deməli, bizə lazım olan aylardır, düzdür? Və bizdə tarix, yadınızdadır, tarix sütunu var idi. Bu formada biz seçdikdə artıq avtomatik olaraq ayların gəldiyini görürsüz. Və biz say olaraq value hissəsinə əlavə edirik və bu formada artıq hazır olur. Edəcəyimiz şey yenidən pivot table analyze hissəsinə gəlib pivot chart hissəsinə keçid etməkdir. Və burada mən line olaraq bu formada seçib OK vururam. Və gördüyünüz kimi yarandı artıq chartım və həmin chartı yenidən bu hissəyə kopyalayacağam, yapışdıracağam. Və burada da butonlar olduğu üçün yenidən eyni hissəni edirəm və bu hissədə total istəmirəm görünsün. Bu formada hazırlayıram. Gördüyünüz kimi burada xəttlər var. Bunları necə yığışdıra bilərsiniz? Nə etmək olar bu halda? Deməli, burada plus işarəsi var. Hansı məlumatın görünməyini istəmirsinizsə, bu formada buradan əlavə edib və yaxud yığışdıra bilərsiniz. Mən grid line olaraq görünməyini istəmirəm, tutaq ki. Və istəyirəm ki, biraz bu formada, deyək ki, yığcam olsun. Və üzərinə ad əlavə eləmək istəyirəm. Olsun məndə aylar üzrə satış sayı. Bu formada əlavə etdim. Və həmçinin burada mən eyni şeyi əlavə eləyə bilərəm. Chart title seçib bu formada daha öncəki cədvəlimizdə mövcud idimu? Bəli, mövcud idi. Elə eyni yazını kopyalayıb bu formada bura yapışdıra bilərik. Daha oxunaqlı, daha aydın olur. Yəni baxan rəhbər yadınızda saxlayın həmişə. İlk növbədə siz o qədər gözəl formada hazırlamalısınız ki, sizin hazırladığınız dashboard çox oxunaqlı olmalıdır və rəhbər baxan kimi bilməlidir ki, siz bu chartı bura qoymaqla, bu qrafiki burada göstərməklə nə demək istəyirsiniz? Sizə məsələn hər hansısa bir lazım olmayan chart bura əlavə edilsə, tutaq ki, məsələn deyək ki, fin kod burada bu dashboardda heç bir şeyə yaramayacaq. Düzdür, bizim zaten cədvəlimizdə də yoxdur. Tutaq ki, müştəri cədvəlini düşünək və orada fin kod. Fin kod məsələn bu dashboardda heç bir oxunaqlılıq, heç bir məlumat verməyəcək. Yəni bəzi datalar olur ki, o cədvələ, daha doğrusu dashboarda əlavə olunarkən heç bir məlumat xarakteri daşımır. Ona görə də yəni data analitiklərin dashboard, hazırladığı dashboard o formada olmalıdır ki, oxunaqlı olsun və hər hansısa bir analiz çıxarda bilək bu dashboarddan. Və keçid alaq aylar üzrə qazanca. Bu halda nə edirik? Deməli, gördüyünüz kimi məndə bağlandı bu hissə. Mən bunu necə tapıram? Gəlirəm burada field list eləyirəm və yenidən burada tarixi bu hissəyə seçib atıram. Və mənə nə lazımdır? Qazanc. Aylar üzrə qazancım nə qədər olub? Gördüyünüz kimi artıq bu da hazırdır və mənim eləyəcəyim şey pivot chart deyib, yenidən line seçib, bu formada okeyləyib və kopyalayıb gətirib dashboard hissəsinə atmağımdır. Və mən bunu görürsüz ki, bu hissədə ölçülər uyğun gəlmir. Bu formada nə edə bilərəm? Bu ölçünü məsələn buna uyğunlaşdırmaq üçün tutaq ki, eyni ölçünü gətirirəm 1.88-in 5-ədir, düzdür? Bu formada zaten bu tərəfdə 5-dir. Kopyalayıb yapışdırıb bura ata bilərəm. Və mən eyni addımı yenidən təkrarlayıram
Grid line-ları da yığışdırıram. Total-da burdan silirəm və mən bura əlavə edəcəm başlıq olaraq aylar üzrə qazanc. Tutaq ki, bu formada qeyd etdim. Və növbəti olaraq mənim bu dashboardumda gördüyünüz kimi tarix əlavə etmişəm və burada bu formada filtrlar tətbiq etmişəm. Biz bunları necə əlavə edə bilərik? Gəlin bunlara baxaq. Gördüyünüz kimi mən hər hansı bir tutaq ki, bu chartı seçdim. Və mən burada insert timeline etdikdə, burada avtomatik mənim tarix sütunumu bu seçir. Çünki vaxt olaraq, tarix olaraq mənim datam bu hissədə idi. Və mən nə edirəm? Bunu normal olaraq əlavə edə bilərəm sol tərəfə. Gördüyünüz kimi burada slicer var və avtomatik olaraq hər bir datanı seçmək olur. Sonrasında edəcəyim şey buton əlavə etməkdir. Və bunu necə edirik? Bu formada yenidən gəlirik pivot chart analyze-a və bu zaman insert slicer edəcəm. Mənə 2 dənə buton, daha doğrusu 2 dənə seçenek lazımdır, 2 dənə kateqoriya lazımdır. Bir şəhərlər olsun, bir də məhsul. Bu ikisini əlavə etdikdə gördüyünüz kimi avtomatik olaraq hər ikisi məndə çox rahat bir şəkildə yarandı. Mənim edəcəyim şey növbəti hissədə nədir? Gəlin hələlik bunları bu hissəyə daşıyaq. Rahat olsun. Deməli, mən gəlirəm bu hissəyə. Gördüyünüz kimi məndə artıq yarandığı üçün və mən bu cədvəl üzərindən bunu qurduğum üçün mən Bakı seçdikdə burada heç bir şey dəyişmir. Yəni digərini seçək, birəsə. Gördüyünüz kimi eyni qaldı. Mən bu connection necə yarada bilərəm? Birinci buna baxacağıq. Deməli gəlirəm bu hissəyə. Sağ düyməni klik edirəm. Və məndə burada report connections var. Gördüyünüz kimi mənim connectionum bu hissədə, bu charta əlaqəlidir. Və mən hər iki chartı burada əlavə edəcəm. Hər ikisini əlavə etdim və eyni şeyi məhsul üçün də edirəm. Gördüyünüz kimi artıq əlaqələrimiz yarandı. İndi biz Bakı seçərsək, avtomatik olaraq görəcəksiniz ki, Bakı üzrə satış sayı da görsənir, qazanc da görsənir, hansı məhsulların satıldığı da görsənir. Çox rahat bir şəkildə buna baxa bilərsiniz. Və indi biraz da dizayn üzərindən danışaq. Dizaynda nələr etmək olar, onları danışaq. Dashboardda gördüyünüz kimi bu arxa fonda xəttlər görsənir. Bunları necə yığışdıra bilərik? Burada solda sətr sayları, sütun adları görsənir. Heç, yəni dashboarda oxşamır. Bu zaman mən gəlirəm view hissəsinə. Hər hansısa bir xananı tıklaya bilərsiniz. Grid lines-ı yığışdıracağam. Gördüyünüz kimi xəttlər getdi və headings. Bu formada yığışdırdım. Artıq mənim dashboarda oxşamağa başlayıbdı. Və mən istəsəm, yəni sizin zövqünüzdən asılıdır. Bu formada yuxarı hissəyə şirkətin adını əlavə eləyə bilərsiniz, rənglərini daha gözəl eləyə bilərsiniz. Yəni bu artıq sizin öhdəliyinizdə olan bir şeydir. Və mən hər bir formada bu hissədə dəyişikliklər, yəni hər cürə eləyə bilərəm. Yəni burada heç bir fərqi yoxdur. Sonrasında növbəti eləyəcəyim şey nədir? Biraz bunu genişləndirək. Bu formada genişləndirdik deyək ki, biraz daha fərqli dizaynda oldu. Biraz da genişləndirək. Bu formada eyni olsun. Və bayaq göstərdiyim kimi, əgər ölçüləri eyni deyilsə, format hissəsinə gəlib bu formada ölçülərini dəyişə bilərsiniz çox rahat bir şəkildə. Və indi isə tutaq ki, sizdə rəngləri heç uyğun deyil də, məsələn, korporativ rəngə uyğun deyil. Bu halda nə edə bilərsiniz? Gəlin buna baxaq. Page layout hissəsində burada gördüyünüz kimi rənglər mövcuddur. Bu formada mən istədiyim rəngi seçib dashboardumu dizayn edə bilərəm çox rahat bir şəkildə. Tutaq ki, yaşıl rəngi seçdim, bu formada oldu. Və yaxud digər bir rəngi seçə bilərsiniz.
Və bu cədvəllərə də istəsəniz ad qoya bilərsiniz. 2 dəfə klikləməklə ad qoymaq olur və yaxud sağ düyməni klikləyib rename etməklə də adı dəyişmək olur. Daha sonrasında bu məndə nə idi? Aylar üzrə satış sayı deyək ki, satış sayı. Pardon. Okay. Bu formada isə aylar üzrə məndə olacaq qazanc. Okay. Və mən bunu tutaq ki, rəhbərliyə göndərməliyəm. Amma təbii ki, burada bu arada adlar burada yanlış düşüb. Okay. Mən bu formada rəhbərliyə göndərməliyəm, amma istəmirəm bu arxa fondakı qurduğum pivotu və yaxud cədvəlin özünü görsün. Bu halda nə edirəm? Gəlirəm sheet-in üzərinə və hide düyməsini vururam. Bu formada yenidən hide edəcəm. Hər birini hide edirəm. Sadəcə dashboardun özü qalsa yetərlidir. Bizim bugün danışacaqlarımız bu qədər idi. Gördüyünüz kimi çox maraqlı və interaktiv bizim dashboardumuz oluşdu. Yəni heç bir Power BI istifadə etmədən, yəni Excel-in özündən də bu formada siz dashboardlar yarada bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik.